O səfərdə olmuşam. O səfər ömür boyu mənim yadımdan çıxmaz. 71-ci illərdə Leningrad şəhərində bizim gözəl Bakı restoranının açılışı ilə əlaqədar Azərbaycanın incəsənət ustaları 20 nəfərdən ibarət kollektivlə, o cümlədən Həbib Bayramov, Kezban İsmailova, İlhamə xanım və bir neçə Anatollu Qəniyev, Oktay Ağayev, bir neçə sənətkarlarla biz orada çıxışlarımız olub. Əşrəf orada mənə bir tarixi söz deyib, o söz mənim ömrümdə yadımdan çıxmaz. Dedi, Aftandır, bu şəhərdə bizdə planlaşdırma gedib ki, bu şəhərdə bir neçə musiqi biz gerək lenti alaq. Ona görə həvəslə bu lenti ikisimiz bir yerdə çalışaq. Deyir, bilmək olmaz. Öyle bütün dünyasıdır. Bir de gördün ki, o həmişə mənim yadımdadır. Və bir neçə musiqi, gözəl musiqiləri bir yerdə onun lenti almışıq. O hal-hazırda, bu saat radioda da o lentlər var. Hərdən xalqımız o lentləri dinləyirlər. Başqa sözünüz Aftandır mənim, Əşrəfin xatirəsi ilə bağlı. Mən onun xatirəsi ölməz bir sənətkardır. Biz dostluğumuzu onun oğlu ilə də davam edirik. Məndən yaşda kiçik olmağına baxmayaraq çox qabiliyyətli oldu. Elə günümüz olmuş ki, bizim yadımızda olmasın. Çünki o çaldığı melodiyaları hökman hansı bir məclis, hansı bir konsert olsa, heç olmasa bir 15-20 melodiya çalsam, onlardan bir ikisi Əşrəflə çaldığı melodiyalardır. Onda hökman o yada düşür.